Arif bəy, elə həm də mətbuat üçün danışın. Əvvəl Zeynallı Azərbaycan üçün, Azərbaycan jurnalistikası üçün, Azərbaycan siyasi jurnalistika tarixi üçün çox əhəmiyyətli, çox vacib bir şəxsiyyətdir. Və mən inanıram ki, Azərbaycan cəmiyyətinin də dəstəyi ilə, onun özünün şəxsi iradəsi, şəxsi gücü hesabına çətinliklərdən də keçəcək. Həyatında çox çətinliklərlə üzləşmiş və bütün çətinliklərə sinə gərmiş, qalib gəlmiş bir adamdır və inanıram ki, həm xalqın dəstəyinin ona verdiyi enerji, həm də onun özünün daxili inamı, daxili gücü, daxili iradəsi bu çətinlikdən də keçməsinə kömək edir. Sağ olun. Füzuli müəllim, sizin də ürək sözləriniz olar yəqin. Mən Əbəz bəyi Abbas Səhətin bir sözündən bilmirəm. Deyir ki, vətəni sevməyən insan olmaz, o şəxsə də olsa vicdan olmaz. İndi Əbəz bəyi sevməyən insan olmaz, olsa da o şəxsə vicdan olmaz. Əbəz bəy mənim üçün müqəddəs bir insandır, Allah'ın dostu. Allah kim çox sağ olun. Təsadüfə bax ki, dünən bu planını eləyirik. Marafon necə olacaq, kitablar var. Bir də ağlıma gəldi ki, mən bir ildir artıq. Keçənin bugünü. İndi mən bu saatlarda zatlara çıxmışdım. Allah, yəni daha tez gözlənilirdi. O kadar ağırdı ki, daha tez gözlənilirdi, amma bir il çəkdi. İndi bazen burada Əzəxanla, Rauf o kadar əziz adamdır ki, mənə. Bir il əvvəl görürəm. Yusuf müəllim, Kəramət Böyükçü, Rauf, belə adamların əhatəsində hələ yaşamaq gözəldir. Maşallah, Allah sizi olsun. Hələ yaşamaq gözəldir. Sağ ol abi. Kəramətin də çay gətirməyi ta. Ne oldu? Kəraməti oxuyuruz. Kəramət, eşq olsun. Rauf müəllim, siz səs yazınız yayılmışdı deyəsən bir dəfə. Hə, olub elə şey. Onun xatirələrinizi danışın. Demişdi ki, bunun bir dostu olur, Rauf bəyin dostu. Məndən bir kamerada qaldı. Hə, bir kamerada qalmış. Sonra mən çıxdım, Rauf'un dostundan görüşdük, bir kamerada qalmışıq. Rauf eşidib ki, onun dostu mənlə bir kamerada qalıb. Səs göndərmişdi, o qədər təsir elədi ki, mən onu götürüm, xəbər kimi verdim. Demişdi ki, bir 3 il, 5 il verəydilər. Gedəydim mən əvvəl Zeynallı ilə bir yerdə qalaydım, biz onda qalaydım, bir otaqda qalaydım. Yer o danışaydım, mən də qulaq asaydım. Dedim valla. Demişdim sənə gözəl, ən xoşbəxt insansan, Fadır demişdim. Fadır demişdim. Əvvəl Zeynallı ilə bir kamerada qalmışsın. Böyük şərəfdir. Sağ olun, estağfurullah. O şərəf bizə aiddir ki, bizim millətin belə oğulları var. Mən həmişə deyirəm, isimsiz qəhrəmanlar var bu ölkədə. Tanımıram, illərdir, birinci əvvəl görüşüm. Yəni, və belə oğlanların sayı o qədər çoxdur ki, adam biraz yaşamaq istəyir bu oğlanlar üçün və bu insanlar üçün, bu millət üçün. Bu millət o qədər möhtəşəmdir ki, bir ildir əlini kürəyiməcə qoyub, bu millət, məhz bu millət ki, sən yaşayacaqsan, bu millət, bu millətdən başqa qeyri heç kim mənim yaşamağımda səbəbkar deyil. Allah hər kəsdən, hər şeydən razı olsun, amma mən bu millətdən çox razıyam. Rauf da bax, bu oğulların, o isimsiz qəhrəmanların biri. Mən sənə təşəkkür edirəm. Çox sağ ol qardaş. Allah sənə var eləsin. Allah sizi bizim üstümüzdən əsir. Estağfurullah. Ne yaxşı varsınız. Siz bu millətə lazımsınız. Estağfurullah. Sağ ol. Çox sağ ol. Biz hələ bir yerdə səfərdə də olmuşuq. Səfərdə də olmuşuq. Sonra Macaristan'da Türk tayfalar. Mənə də atarsınız. Birbirimizi yakından tutmadık. Hə. Sen ne kadar burada kitaplar var, başlayalım. Hamısından
Birini yazarsa 2 nüsxə götürəcəm. Birini Hacı Cəfər müəllim Cəfərli xahiş edirəm. Sizin köhnə dostunuz Cəfər müəllim, o da biraz nasazdır. Ben kitabında birini gördüm. Sağ ol. Necə də, değil mi? Bu da WhatsApp nömrəm də var. Yaxşı. Bütün nüsxələrdən 2-2. Devletli olan. Sağ ol. Ne ters? Gör. Neçə il yiyormuş? 2016'dan sonra. Bir de onu verersin. Neyi? Əsası yaxşı olur. Bəsti müəllimə Xan kəndindən. Kürsüdür. Bu hadisələrdən sonra, müharibədən sonra biz Xan kəndindən olan Azərbaycanını axtarırdıq ki, orada neçə adam var, neçə insan yaşayıb. Bəsti müəllimə ilə bizim müsahibələrimiz oldu. Neçə dəfə canlı yayında. Xan kəndində kimlər var, hansı məhəllələr var. İndi gözümüz aydın ki, Xan kəndi artıq bizim. Aydınlıq içində olsun. Gün o gün olsun. Bir yerdə gedək. İnşallah. Bir yerdə gedək hamımız. Neçə ağlımıza gələrdi. Yox. Şükür Allah. Allah sağ can sağlığı versin. Sağ ol. Sağ salamatlıqla ailəvi gedək. Sağ ol. Evlərimiz verilsin. Hamımız bir yerdə gedək istirahət edək. Xan kəndində hazırlıqda vermirlər. Hələ verməyiblər, yox. Cənab Prezidentdən xahiş edirəm ki, Bəsti müəllimənin evini təcili versin. Çox sağ ol. Allah sizə can sağlığı versin. Heç nə istəmirəm, sizə can sağlığı versin. Peki siz sağ salamat olasınız, gözəl qızlarımın üstündə həmişə səsiniz gəlsin. Heç nə, vacib odur. Selcan xoşbəxt olsun, gözəl o biri qızım xoşbəxt olsun. Biz də baxaq, rahat olaq. Sağ ol Bəsti müəllim. Allah razı olsun.